Salam dostlar, bu videoda sizə bakteriyalar və virusların fərqini izah edəcəm. İndi isə keçək. Bakteriyalar və virusları ölçü fərqi var. Bakteriyalar viruslardan qat-qat böyükdür. Biz onları normal mikroskopla görə bilərik. Amma viruslar bakteriyalardan qat-qat kiçikdir. Yəni onlar bakteriyalardan çox kiçikdir. Biz onları sadəcə elektron mikroskopla görə bilərik. Sonra isə aralarındakı fərq çoxalmalardır. Bakteriya normal öz-özünə çoxala bilir. Şəraiti, mühiti yaxşı olanda öz-özünə çoxala bilir. Amma bakteriya bir canlı hüceyrənin içinə girmədən öz-özünə çoxala bilmir. Öz-özünə çoxala bilmir. Sonra onların bir fərqi də xəstəlikləri, yəni məsələn bakterial infeksiyalara antibiotiklə təsir edə bilər. Yəni bakterial infeksiyalara antibiotiklə müalicə edə bilərik. Amma virus xəstəliklərinə COVID-19, herpes, qızılça kimi xəstəliklərə antibiotik təsir etmir. Gərək onlara antidərman, peyvənd kimi müalicələr vuraq. Sonra onların bəzi daha çox fərqləri var. Məsələn, virus əksər halda zərərlidir, amma bakteriya əksər halda zərərli deyil. Çünki bakteriyanın faydalı olan növləri də var. Məsələn, bizim bağırsağımızdakı bakteriyalar bizim bağırsağımızdakı bakteriyalar faydalıdır bizim üçün. Yəni bizə faydalı olan bakteriyalar da var. Amma viruslar əksər halda bizə zərərlidir. İndi dostlar, sizə fərqini izah etdim. Yəni mənimki biologiya videolarını qısa izah şəkildə izah edirəm. Yəni tam-tamını içinə girib eləmirəm. İndi sizə bir video gələcək demişdim. Təkamül yox. Ateistlər və müsəlmanlara cavab. Bu ateistlər və müsəlmanlara cavab nə olacaq onu deyim. İndi ateistlər, müsəlmanlar deyir ki, təkamülə inanan dindən çıxıb, təkamül Qurana ziddir, təkamül İslam dininə ziddir. Ateistlər deyir ki, təkamül var, onda Allah yoxdur, Qurana ziddir deyə, yəni belə deyirlər. Amma təkamül nə Qurana zidd deyil, nə də təkamülə inanan müsəlman dindən çıxmış olmur. Çünki Qurandakı ayətləri biraz araşdıranda, Quranda yaradılmağa aid prosesləri açıqlayan ayətləri araşdıranda, tam anlamıyla elmi şəkildə baxanda, təsdiqləyəndə bu görünür ki, o ayətlər təkamülü tam-tamını izah etməsə belə, orada təkamülə aid ayətlərdir. Yəni Allahın yaradılış prosesi də təkamülə çox bənzər şəkildədir. Sadəcə Quran elmi kitab deyil deyə hər şeyi tam açıqlamır. Məsələn, adı nədir? Təkamül üçün təbii seçmə lazımdır, mutasiya lazımdır, belə yox. O gizli şəkildə açıqlayır. Yəni məsələn orada sənə sözləri deyirsə, oradan açırsan ki, burada təbii seçmə deyir. Yəni belə. O ayətləri tam-tamını anlayaraq oxusaydılar əgər o müsəlmanlar, o ateistlər bilərdilər ki, Quran təkamülə zidd deyil. Təkamül də Allahın yaradılış tərzinə zidd deyil. Sağ olun, var olun. Bundan 3-4 gün sonra bu videolara cavab videosu gələcək. İndi bu videoda bakteriyalar və virusların fərqini tam-tamına yaxşı anladamamış ola bilərəm. Çünki yorğunam biraz. Yəni yorğunam, biraz xəstə kiməm ona görə. Bundan 3-4 gün sonra sağlam bir cavab videosu gələcək. Çox sağ olun, var olun.